17-ci hissə. Xəyali saatsaz. David Hume. Güzgüdə gözlərinizdən birinə baxın. Gözünüzdə uzaqdakı obyektləri yaxınlaşdıran linza, işığa reaksiyalar verən göz qıyşası, göz qapağı və kirpiklər var. Başınızı çevirmədən hansısa istiqamətə baxdığınız zaman gözləriniz öz hədəqəsi daxilində sağa-sola hərəkət edir. Bəs bu necə baş verir? Heyrətamiz mühəndislik nümunəsidir. Bu qədər mürəkkəb bir sistem necə bir təsadüf nəticəsində yarana bilərdi? Kimsəsiz adadakı cəngəllikdə ağacların arasında bir saraya rast gəldiyinizi təsəvvür edin. Sarayın iri pilləkənləri, möhtəşəm sütunları və bəzəkli tağları var. Belə bir tikilinin burada təsadüfən yarana bilməyəcəyindən əminsiniz. Hansısa memar sarayın layihəsini hazırlamalı və bacarıqlı ustalar da onu tikməli idilər. Küçədə qarşınıza qol saatı çıxanda siz bunun saatsaz tərəfindən və müəyyən bir məqsəd üçün vaxtın təyini üçün düzəldildiyini bilirsiniz. Siferblatın arxasındakı xırda mexanizmlər sırf təsadüf nəticəsində ora düşüb nizamlı şəkildə düzülməmişdir əlbəttə. Kimsə bu mexanizmi düşünüb və səliqə ilə onları lazım olan yerlərə quraşdırıbdır. Bütün bu sadalanan nümunələr bir məsələni aydınlaşdırmağa yönəlibdir. Kimsə tərəfindən dizayn olunan oxşayan obyektlərin demək olar ki, hamısı məhz dizayn olunmuşdur. Yaxşı, o halda təbiət haqda düşünün. Orada ağaclar, güllər, məməlilər, quşlar, sürünənlər, həşəratlar və hətta tək hüceyrəli amöblər var. Bunlar da kiminsə tərəfindən dizayn edilmiş şeylərə bənzəyirlər və canlı orqanizmlər istənilən saatdan daha mürəkkəb bir mexanizmə malikdirlər. Məməlilərin mürəkkəb sinir və qan damar sistemləri var. Onlar yaşadıkları yerə asanlıqla uyğunlaşan orqanizmlərdir. Onların çox ağıllı bir yaradan tərəfindən xəlq olunduğu dəqiqdir. Bu yaradan ilahi saatsaz və ya ilahi memar isə Tanrı olmalıdır. Və ya David Hume 18-ci əsrdə yazıb yaratdığı zaman çox adam məhz belə düşünürdü. Bugün də bəziləri belə düşünməyə davam edir. Tanrının varlığının bu cür sübuta yetirilməsi çox zaman dizayn dəlili kimi tanınır. 17-ci, 18-ci əsrlərdə edilən yeni elmi kəşflər də bu müddəanı dəstəkləyirdi. Mikroskoplar kiçik heyvanların mürəkkəb quruluşlarını üzə çıxarırdı. Teleskoplar kainatın qanuna uyğunluqlarını və süd yolunu insan oğluna göstərirdi. Bütün bunlar sanki son dərəcə dəqiqliklə qurulubdur. Şotland filosofu David Hume isə bunlara inanmırdı. Locke'dan təsirlənərək biliyi necə əldə etdiyimizi və şuurumuzun gücü ilə nələri dərk edə biləcəyimizi nəzərə almaqla, o insanlığın təbiətini və kainatda tutduğumuz yeri izah etməyə qərarlı idi. Locke kimi o da biliklərimizin sırf müşahidə və təcrübə yolu ilə əldə etdiyini düşünürdü. Və beləliklə də Tanrının varlığının isbatını, real dünyanın müəyyən aspektlərini müşahidə etməklə həyata keçirməkdə maraqlı idi. O, dizayn dəlilinin bərbad əntiqə əsaslandığına inanırdı. Onun insanlığın qavranması ilə bağlı araşdırma adlı kitabında Tanrının varlığının məhz bu yolla sübutunu yerlə yeksan edən bütöv bir hissə var. Bu hissə gözlə görüldüyü iddia edilən möcüzələrin ziddiyyətli olduğunu deyirdi. O zamanlar Britaniyada dini inancılar əleyhinə açıq fikir bildirmək çətin idi. Bu, Hume'un zamanının ən dahi mütəfəkkirlərindən biri olmasına rəğmən universitetdə işə qəbul edilməsinə əngəl ola bilərdi. Dostları ona Allahın varlığına dair dəlillərə qarşı ən böyük hücumu sayılan təbiət dini məsələsi barədə dialoq əsərini nəşr etdirməmək barədə məsləhət vermişdilər. Dizayn dəlili Tanrının varlığını isbat edirdimi? Hume heç də belə düşünmürdü. Argumentlər hər şeyi bilən, ən güclü və ən nəcib varlığın mövcuduna dair sübut vermirdi. Hume'un fəlsəfəsi əsas etibarı ilə inamlarımıza dair dəlillərin təqdiminə əsaslanırdı. Dizayn dəlili dünyanın kiminsə tərəfindən dizayn olunduğunu ehtimalına əsaslanırdı. Hume isə dünyanın sadəcə dizayn olunmuşa bənzəməsinin heç də mütləq şəkildə dizayn olunma anlamına gəlmədiyini bildirirdi. Eyni zamanda dizaynerin məhz Tanrı olması da mütləq deyildi. Bu nəticəyə o necə gəlmişdi? Yarı hissəsi pərdə arxasında olan köhnə quruluşlu bir tərəzi təsəvvür edin. Siz tərəzinin yalnız bir gözünü görə bilirsiniz.
Tərəzinin bir gözünün yuxarı qalxdığını görərkən, təxmin etdiyiniz yeganə şey o biri gözə qoyulan əşyanın daha ağır olmasıdır. Onun nə olduğunu, nə rəngdə, hansı formada, hansı teksturaya malik olduğunu isə bilmirsiniz. Bu nümunədə biz sırf səbəb və nəticə haqda düşünürük. Tərəzinin gözünün qalxmasına nə səbəb olub sualına siz yalnız belə cavab verə bilərsiniz. Səbəb tərəzinin digər gözündəki əşyanın ağır olmasıdır. Siz nəticəni görürsünüz. Tərəzi qalxır və səbəbi müəyyən etməyə çalışırsınız. Daha artıq dəliliniz olmadan siz başqa bir şey deyə bilməzsiniz. Deyəcəyiniz istənilən fikir əsl fərziyyə olacaq və pərdənin arxasına baxmadan bu qənaətin doğru və ya yalan olmasını deyə bilməzsiniz. Hume bizim də dünyaya münasibətdə eyni vəziyyətdə olduğumuzu düşünürdü. Biz müxtəlif səbəblərin doğurduğu nəticələri görürük və səbəbin nə olacağının ən ağlabatan izahını verməyə çalışırıq. Bəs o ehtimal olunan dizayner haqda nə deyə bilərik? Göz elə görünür ki, sanki göz ustası ən yaxşı funksionallığa malik gözü düşünüb tapıb, dizayn edib. Halbuki bu heç də göz ustasının məhz Tanrı olduğunu isbat eləmir. Nə üçün? Tanrının çox zaman artıq qeyd etdiyimiz kimi 3 əsas xüsusiyyətə malik olması düşünülür. Ən güclü, hər şey bilən və ən rəhimli. Siz gözü nə isə çox qüdrətli bir varlığın yaratmış olduğu nəticəsinə gəlsəniz də, bu həmin yaradanın ən güclü olması anlamına gəlməz. Gözün müəyyən çatışmazlıqları da var. Məsələn, gözü zəif olduğundan bəziləri eynək taxır. Ən güclü, hər şeyi bilən və ən rəhimli Allah belə qeyri-mükəmməl bir göz xəlq edərdimi? Ola bilər. Lakin yenə də gözə baxdığımızda onun yaradılışı ilə bağlı biz heç bir dəlil tapa bilmirik. Ən yaxşı halda biz bu gözün çox güclü, çox ağıllı və çox bacarıqlı bir varlıq tərəfindən xəlq olunduğunu deyə bilərik. Bəs o bunu bizə göstərirmi? Mümkün olan başqa izahlar da vardır. Gözün orta səviyyəli gücə malik tanrılar komandası tərəfindən düzəldilmədiyini haradan bilirik? Adətən mürəkkəb qurğular, müxtəlif peşəkarlardan təşkil olunmuş komandalar tərəfindən hazırlanır. Bəs nə üçün eyni qayda göz və təbiətdəki digər heyrətamiz varlıqların yaradılmasına aid edilməsin? Binalar bütöv bir komanda tərəfindən tikilir. Bəs nə üçün göz bir istisna olmalıdır? Və ya göz artıq ölmüş, çox ahıl bir tanrı tərəfindən yaradılıb və ya hələ öyrənməkdə olan gənc tanrı tərəfindən yaradılıb. Bütün bu müxtəlif seçimlər arasından birinə üstünlük vermək üçün əlimizdə kifayət qədər dəlil olmadığından biz sadəcə gözə baxmaqla onun ənənəvi gücə malik tək tanrı tərəfindən xəlq olunduğunu iddia edə bilmirik. Hume inanırdı ki, bu haqda aydın düşünməyə başlasanız, çox məhdud sayda nəticə əldə edərsiniz. Hume'un həmlə etdiyi başqa bir arqument isə möcüzələrin göstərdiyi arqumentlər idi. Əksər ruhanilər möcüzələrin baş verdiyini iddia edirlər. Ölülərin dirilməsi, su səthində yerimək, çarəsiz xəstələrin sağalması və bir xeyli bu kimi şeylər. Bəs sadəcə kimlərsə möcüzələrin baş verdiyini söylədiyi üçün biz də onların doğrudan baş verdiyinə inanmalıyıqmı? Hume belə düşünmürdü. O bu haqda son dərəcə skeptik idi. Kimsə bir insanın möcüzəli şəkildə hansısa xəstəlikdən sağaldığını iddia edirsə, bu nə deməkdir? Hume nəyinsə möcüzə adlandırılması üçün onun təbiət qanunlarına zidd olmasının vacibliyini düşünürdü. Təbiət qanunu isə təxminən belə idi. Heç bir ölü dirilmir. Heç kim suyun üzərində yeriyə bilməz və s. Bu təbiət qanunlarının doğruluğunu sübut edən bir sıra dəlillər var. Bəs nə üçün kimsə bir möcüzəyə şahid olubsa, biz də ona inanmalıyıq? Təsəvvür edin ki, dostunuz qaçaraq otağa daxil olur və indicə bir adamın su üzərində yeridiyinin şahid olduğunu sizə bildirir. Hume düşünürdü ki, baş verən hər bir hadisənin məntiqi izahı vardır. Əgər dostunuz sizə kiminsə suyun üzərində yeriyərkən gördüyünü deyirsə, bu o deməkdir ki, o ya sizi aldadır, ya da özü aldanıb. Bəzi insanların diqqət mərkəzində olmaqdan xoşlandıqlarını bilirik və buna nail olmaq üçün belələri yalan danışmağı da hazırdırlar. Haqqında danışılan möcüzənin bir izahı budur və həmçinin bilirik ki, biz gördüyümüz hansısa hadisələri yanlış da qavraya bilərik. Hətta indiki zamanda da bəzi insanlar gecələr eşidilən qəribə səslərin, yuvada vurnuxan siçovulun
və ya yarpaqların arasında gəzən pişiyin səsi olmasından daha çox fövqəladə güclərlə, ruhlarla bağlı olduğuna inanmağa meyl göstərirlər. Dindarlar tərəfindən istifadə edilən dəlilləri daima tənqid etsə də, Hume heç zaman ateist olduğunu açıq-aşkar bəyan etməmişdir. Bəlkə də o heç ateist deyildi. Onun nəşr edilmiş nəzəriyyələri kainatdakı hər şeyin arxasında hansısa bir ilahi gücün dayandığına dair iddia kimi oxuna da bilər. Sadəcə, məsələ bizim bu ilahi gücün necə bir şey olması haqda təsəvvürümüzün yoxluğundadır. Biz şuurumuzun imkan verdiyi qədər məntiqi əsaslandırma vasitəsilə Tanrının malik olduğu xüsusiyyətlər haqda çox az fikir söyləyə bilirik. Buna görə də bəzi mütəfəkkirlər onun agnostik olduğunu düşünürlər. Ola bilsin ki, həyatının sonlarına doğru Hume ateist olub. 1776-cı ilin yayında dostları Edinburghda ona baş çəkərkən, Hume ölümündən sonra hansısa formada mövcud olacağına zərrəcə inanmadığını aydın şəkildə bildirmişdi. Christian James Boswell ölümündən sonra baş verəcək şeylər haqda nələr düşündüyünü ondan soruşmuşdu. Alimin verdiyi cavab yəqin ki, Epikürün cavabı ilə eyni olardı. Ölümümdən sonra baş verəcək şeylər də mən doğulmazdan əvvəl baş verənlər kimi məni qətiyyən narahat etmir. Hume müasirləri arasında dərin zəka sahibləri olubdur və alim onların bir çoxu ilə şəxsən tanış idi. Onlardan biri olan Jean-Jacques Rousseau siyasi fəlsəfəyə xeyli güclü təsir göstərmişdi.